saralar. Gel güzelim gel meleğim, gel güzelim gel meleğim, könlümü dindir, kalbim senindir. Bülbül yaz eder yaz eder yaz eder, canan naz eder naz eder naz eder. Ay dilber can dilber can dilber, teller oynasın. Ay dilber can dilber can dilber, teller oynasın. Gölüm suyu serindir, ağzı derindir, aman suyu serindir. Gel nazlı dilberim, gönlüm senindir. Gel nazlı dilberim, kalbim senindir. Gel güzelim gel meleğim, gel güzelim gel meleğim, könlümü dindir, kalbim senindir. Bülbül yaz eder yaz eder, canan naz eder naz eder naz eder. Ay dilber can dilber can dilber, teller oynasın. Ay dilber can dilber can dilber, teller oynasın. Al sazı çal sazı et nazı, teller oynasın. Ay dilber can dilber can dilber, teller oynasın. Her vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Sizi xoş gördük bu akşam bizim efirimizdə. Azərbaycan televiziyamızın Mədəniyyət kanalının Danışır Musiqi verilişində bu gün yenə bol nəğmələrlə, maraqlı söhbətlə evinizə qonaq gəlmişik. İnşallah çox yadda qalan, sevilən efirlərimizdən, sevilən proqramlarımızdan biri olar. Elə sevilən demişkən uzun illərdir Azərbaycan səhnəsindədir bugünkü qonağımız. Çıxdığı gündən bəri çox sevilir. O səsinin o təravəti, səsinin o gözəlliyi zaman keçməsinə baxmayaraq yenə də özlərindədir. Hə, əziz musiqiçilər? Mənə razısınız ya yox? 100%. Təşəkkür edirəm. Musiqiçilərin elə fikirlərinin üst-üstə düşməsi bu uğurun yarısı deməkdir. Xülasə, bugünkü qonağım Azərbaycan Respublikasının əməkdar artisti Təranə xanım Vəlizadə. Yığılın dostlarım, yığılın gelin, yamanca kövreli yüreğim bugün. Derdimi soruşuyor, halımı bilin. Unudum derdimi, unudum bütün. Bilmirəm dünyanın harasındasınız, yoksa yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövreli yüreğim bugün. Bilmirəm dünyanın harasındasınız, yoksa yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövreli yüreğim bugün. Gözümün ağında qarasındasınız, yamanca kövreli yüreğim bugün. Kızların gözü yer, nəğmə deyərəm, başınıza dönüb dərdim dilərəm. Gəlməsəniz dostlar, qəm eyləyərəm, yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasınız, bəlkə yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün.
kaş üzü bəri. Hardasız, görünür dostların yeri. Yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasın, yoksa yeni dostlar arasındasın. Gözümün ağında qarasındasın, yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasın, yoksa yeni dostlar arasındasın. Gözümün ağında qarasındasın, yamanca kövrəlib ürəyim bugün. Gözümün ağında qarasındasın, yamanca kövrəlib ürəyim bugün. Teşekkür edirik Tərana xanım. Xoş gəlmisiniz, səfa Hoş gətirmisiniz gününüzə gəlin. proqramımıza. Çox sağ olun dəvətinizə görə. Gəlin əyləşək, rahat söhbətimizi eləyək. Əvvəla başlayaq elə bu mahnıdan. Dostlar mahnısı çox gözəl bir mahnıdır. Çox da şirin, çox da Çox sağ olun. tam Təranə Vəlizadə milizmləri var burada, ifası var burada. Kimin mahnısıdır, müəllifləri kimdir? Bu mahnının deməli gözəl bəstəkar Sədaqət Arif qızı yazıb. Sözlərini Zemfira Əliş qızı yazıb. Ha, nə Bəli. gözəl. Salamlayırıq İki onları gözəl da. xanımın gözəl bəstəsidir. Üçüncü də xanım oxuyub. Sizlərə təqdim edir. Üç gözəl xanımın birgə belə deyək işidir. İnşallah Bəli, xeyirli bəli. uğurlu olsun. Çox da bəyəndik. Çox da Çox sağ xoşumuza olun, hə. gəldi. İllərin mahnısıdır, amma mənə uğur gətirdi. Demək olar ki, şilager oldu bu mahnı. Xoşa lap gəldi yaxşı. tamaşaçılar tərəfindən. Bir dönəm Azərbaycan musiqisində sizin ifalarınız, sizin o zəngin repertuarınız, fərqli repertuarınız. Amma mən istəyirəm bizi gənclər də təbii ki izləyir. Gənc dostlarımız da, musiqi sevərlər də izləyir. Biraz özünüz haqqında danışaq. Harda doğuldunuz? Nə danışım? Təhsilinizdən danışaq. Mənim sizin ifalarınız xatırlamasam da, amma arxiv görüntülərə baxıram. Arxiv görüntülərdə var. Lalə Qızlar ansambli olsun, digər musiqiçilərlə olsun. Amma mən istəyirəm ki, bir tarixə nəzər salaq. Çox maraqlı sualdır. Mən Bakıda doğulmuşam. Ziyalı ailəsində doğulmuşam. Bəli. Atam neft sənayesində bir çox mühüm vəzifələrdə çalışıb. Anam dil ədəbiyyat müəllimi olub. 4 uşaq olmuşuq. 3 bacı, bir qardaş. Hamımızın musiqiyə həvəsi var idi. Amma biz bunu bir həvəs kimi, bir Hobbi kimi. hobbi kimi, ötəri bir hiss kimi nəzərə alırdıq. Heç kəs təsəvvürünə gətirə bilməzdi ki, mən musiqiçi olacağam. Baxmayaraq ki, 7 illik fortepiano üzrə Nə gözəl. mən Təhsil musiqi almısınız. məktəbini bitirmişəm. Məktəblə bahəm bir yerdə. Ədəbiyyatı çox sevirdim. Tərana xanım, musiqi ilə tanışdığınız necə oldu? Musiqi ilə belədir ki, bu məktəb illərində xora da gedirdim, dərnəklərə də gedirdim. Belə oldu ki, 8 illik şəhadətnaməmi Asaf Zeynallı adına musiqi məktəbində təqdim elədim. İstədim fortepiano fakültəsinə daxil olum. Amma elə oldu ki, fortepiano fakültəsi dolmuşdu. Bilirsiniz, yer olmadı. Mən belə peşmurda qaldım, fikirləşdim ki, mən nə edim axı, əlimdə necə deyirlər, şəhadətnamə gəlmişəm. Amma 10 illiyi də bitirmişdim. 10 illiyi Bakı Dövlət Universitetinin Rus dili və ədəbiyyat fakültəsinə təqdim elədim. Bir ay sonra avqustda. Orada daxil oldum. Amma iyul ayında deməli şəhadətnaməmi 8 illik gətirdim Asaf Zeynallıya. Belə dayanmışdım. Sonra necə deyirlər, elə oldu ki, mənə təklif elədilər ki, gəl xanəndəlik sinifinə. Fikirləşdim ki, çətin olar mənim üçün xanəndəlik. Dedim, bəlkə vokala daxil olun. Mənə dedilər ki, vokalda sən kimi qızlar çoxdur. Sən xanəndə olsan daha yaxşı olar. Kimin sinifinə daxil oldunuz o zaman? Deməli, ən gözəl müəllim olan
Nəriman Əliyevin sinifləri. Mən Nəriman orada müəllimin. oxumuşam, hə. Mən Nəriman müəllimgildə evlərində olmuşam, bu zonadakı bağlarında. Orada bir klipim də çəkilib. Seyid Şuşinskiyə Mən də orada olmuşam. təqdim olunan evdə. Bəli, belə biz də Hə. çəkilmişik orada, hə. Nə gözəl, nə Bütün gözəl. onun tələbələri, bilirsiniz, o qədər böyük xanəndələr yetişdirib. Çox Allah ona qəni-qəni rəhmət eləsin. Çox böyük xanəndə. Mənim kimi rus dilini o bilirsiniz, Bayatı İsfahan oxumağa vadar elədi. Bayat İsfahan nədir, Bayatı Qacar nədir, Şahnaz nədir, Humayun Qatar nədir? nədir, Humayun nədir, Şüştər nədir, Çağırgah Nə nədir. gözəl. Necə deyərlər, Şahnaz, Qatar, Mirzə Hüseyn, Xaric, Sevgi hamısını oxumuşam, özdə əla bitirmişəm mən o. Təmin xanım, bunlar çox gözəl belə deyək, nemətlərdir də. Siz sizin bu necə deyərlər, çox ustalığınızdan xəbər verir. Bunları yazdırmısınız, lent yazıları var bizim fondumuzda. Əlbəttə var lent yazıları, amma bilirsiniz, Tamam dəstgah şəklində. yox, tamam dəstgah şəklində yazdırmamışam. Amma necə deyərlər, kursdan kursa keçəndə mən Bir növ imtahan kimidir. imtahan kimi birinci kursdan ikinci kursa keçəndə mən gəldim Şahnaz muğamı oxudum. İmtahanda. Bir də gördüm ki, deməli parterdə əyləşib bir göyçək gözəl xanım. Elə gözümü ona dikdim. Mən bilirsiniz gözəllik aşiqiyəm. Mən həmişə musiqi də elə gözəllikdən yaranıb. Çox doğru deyirsiniz. Bilirsiniz, gözəlliyi sevməyən musiqini Kim idi o anlaya xanım? bilməz. Bizi narahat O qoymuyor. xanım o idi ki, Ceyran Haşimova. Gəldi. Gəldi mənə yaxınlaşdı. Lalə qızların rəhbəri. Düşürdü məni, dedi ki, gəl Lalə Qızlar Ansamblı birinci kursun yarısındaydı. Aha. Təmin xanım, siz birinci kursun yarısından artıq başladınız professional səhnəyə addım atmağa. bəli. Lalə Qızlar Ansamblı O da da mənə dövrün çox tramplin. məşhur ansamblı Bəli, idi. çox Mən məşhur. deyirəm söhbətimizə qayıdarıq. Bəli. İndi bir mahnı ilə davam etdirək proqramımızı, sonra söhbətimizə elə bu yerdən davam etdirərik. Buyurun. Olar mı? Sen mənə bir qəşəng gül verdin yar. Qalmadı nə qüssəm, nə də ki qəmim. O gülün yerinə mən sənə yar. Eşq ilə dolu qəlbimi verdim. Sevgilim, sevgilim, kəlməmin səsinə cavab verməli. 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 Милый, ты помнишь, нам звезда светила? Ветер песни пел над простором голубым. О, милый, как хорошо с тобою было нам. Помню, ты сказал, еле слышно, sevgilim, sevgilim, Так у нас Баку любимую зовут. Sevgilim, sevgilim, так чешуечно влюбленные поют. sevgilim, sevgilim, kelimin sesine cevap vermeli. Sevgilim, sevgilim,
cevap vermeli. Sevgilim, 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 kalbimin sesine cevap vermeli. Gönlümün sesine cevap vermeli. Gönlümün sesine cevap Bu mahnı çoxdan da oxunmurdu. En azından bizim proqramda. Mən çox təşəkkür sevirəm edirəm. bu Mən də mahnını. çox sevirəm. Çox belə sevirəm bu Sadə mahnını. mahnıdır amma çox axıcı, çox melodik, çox yadda qalan. Romey mənim qonşumdur filmində də səsləndirir Rəşid Beytovun Bilirsiniz, bu ifasında. mahnını mən hətta necə deyirlər, Moskvada konsertlərimdə də oxumuşam. O qədər gözəl qarşılayıblar bu mahnının. Həm rus variantını oxudum, Bəli, həm oxudunuz, burada da Azərbaycan oxudunuz, variantını. Bilirsiniz, ruslar o qədər sevdi bu mahnını ki. Biz orada qaldıq ki, Tərinə xanım, siz gördünüz bir gözəl xanım əyləşib, tanış oldunuz Ceyran xanım. Mənə dedi ki, bu ansambla səni dəvət eləyirəm, gəlsən yaxşı olar. Mən getdim. Mən gedən kimi məni solist seçdilər. İnanın ki, gəldim bir aydan sonra ekranlara çıxdım. Elə necə deyirlər, Azərbaycan Dövlət Televiziyası, mənim doğma televiziyamda. Bircə dəfə necə deyirlər, çıxış elədiyimdən sonra sabahsı günü artıq hamı məni tanıyırdı. Bəli, hə. Populyarlıq da oradan başladı. Bilirsiniz, çox sevildim. İndi də bax o Lalə Qızlar ansamblının mahnılarını verəndə görürəm ki, nə qədər baxış var, nə qədər kommentlər var. Nə bilim. Özdə zəngin repertuarınız olub orada. Ümumiyyətlə Lalə Qızlar ansamblında repertuarlar elə idi ki, ən şiləgər mahnılar oxunurdu, Bəli. kif mahnılar oxunurdu. Üstəlik, bəli. Sizə də mən məsələn araşdırma verdim, axtardım. Adil Bəbirovun gözəl mahnılarını oxumusunuz. Bəli. Və yaxud Ələkbər Tağıyevin, və yaxud Bəli, bəli. Çox digər bəstə- Cahangir Cahangirovun gözəl bəstəkarların Bəli. əsərlərini. Bəli, bəli. Repertuar necə tutulurdu? Ceyran xanım özü müdaxilə edirdi, yoxsa necə ancaq solistlərə Yox, buraxırdı? Ceyran bunu? xanım bizim zövqümüzə görə, bizim səsimizə görə biz oxuyurduq, o da bəyənirdi, bəyənmədiyini çıxarırdı repertuardan. Bilirsiniz, ən gözəli odur ki, Ceyran xanımın gözəl xüsusiyyəti. Səhnəyə daxil olan kimi deyirdi Şahnaz oxu. Birinci Şahnaz oxuyurdum. Nəzakət Məmmədova qatar oxuyurdu. Raziyə Şirinova da qatar oxuyurdu. Nəzakət Məmmədova bir necə deyir, çahargah da oxuyurdu. İnanın ki, o dəstgah muğamdan sonra biz başlayırdıq təsniflər, sonra isə estradaya keçirdik. Bax, belə bir zəngin repertuarlarımız var idi. Hər müğənni demək olar ki, bir 40 dəqiqə tamaşaçını saxlayırdı. Tamaşaçı qeydimək bilmirdi. İnanın ki, saat yarımlıq konsert uzanırdı 3 saata. Heç kəs də tərpənmək, getmək bilmirdi. O qədər belə, nə bilim, o vaxtı musiqiyə aludəçi çox idi. Bəli. Siz bilmirəm, bəlkə musiqiçi az idi, az da deyildi ki, bilirsiniz, say seçmə musiqiçilər idi bizdə. Bilirsiniz, o bizi necə deyirlər, SMS-lə qəbul eləmirdilər. Bizim senzuramız vardı. O senzurlarda əyləşirdi orada. Şövkət xanım, Aha. Ələkberova otururdu. Cahangir Cahangirov, Elmira Abbasov otururdu. Böyük ədiblər əyləşirdi. Lalə Qızlar ansamblından da qastrol səfərlərində çox olub. Qastrol səfərlərində də çox olmuşuq. Azərbaycanın həm əyalətlərində olmuşuq, həm kəndlərində olmuşuq. Eyni zamanda SSR dövlətlərində də çox olmuşuq. Bəli. Ondan sonra Şimali Qafqazda çox olmuşuq. Elə demək olar ki, biz Necə qarşılayırdılar o ölkələrdə, o diyarlarda nə sizi? deyim sizə, necə qarşılayırdılar belə Maraqlıdır, hə? musiqini. Hamı xanımlardır. Bütün musiqiçilər xanımlar, Yox, ona görə bəlkə də solistlər hər xanımlar. üstəlik də ki, musiqi o vaxt zəngin idi. Özünün qızıl dövrünü yaşayırdı. Bəli. Musiqi idi də. Hər mahnı bir əsər idi o vaxt. Elə belə mahnılar yox idi. Təsəvvür edin ki, tamaşaçının o qədər hafizəsinə hopurdu
o mahnılar ki tamaşaçı gecə gündüz dilində o mahnılar idi. Elə o mahnılar demişkən Tərnə xanım, Bəli. söhbətimizin bu məqamında bir musiqidə sizdən dinləyək. Olarmı? Olar. Maral qaçar dağ üstə, bülbül çarpaq üstə. Maral qaçar dağ üstə, bülbül çarpaq üstə. Niyə məndən küsürsən, dağ çəkirsən dağ üstə. Niyə məndən küsürsən, dağ çəkirsən dağ üstə. Getmə getmə maralım, nə ki dərdin varalım. Gözünə düz baxmasam, gözlərindən saralım. Getmə getmə maralım, nə ki dərdin varalım. Gözünə düz baxmasam, gözlərindən saralım. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, ah bu yaman dərd olar. Sevəsən ayrılasan, ah bu yaman dərd olar. Sevgilimi sınama, sınayıb onu qınama. Dolanaram başına, gəlib olsan anama. Sevgilini sınama, sınayıb onu qınama. Dolanaram başına, özgə sözə inanma. Sənə könül bağladım, çaylar kimi çağladım. Sənə könül bağladım, çaylar kimi çağladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Başım xalın zili qara, kipriyindən il qara. İnanmasan sevgimə, and içərəm il qara. Başım xalın zili qara, kipriyindən il qara. İnanmasan sevgimə, and içərəm il qara. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, ah bu yaman dərd olar. Sevəsən ayrılasan, ah bu yaman dərd olar. Sevgilini sınama, sınayıb onu qınama. Dolanaram başına, özgəsizə inanma. Sevgilini sınama, sınayıb onu qınama. Dolanaram başına, özgəsizə inanma. Ay Tərənə xanım, Bəli. bu sevgilini qınama, bu Qul Əsgərovun gözəl Qul nəğməsi Əsgərov mahnı. tamam fərqli Ümumiyyətlə idi mən ya. onun Başqa cür. mahnılarını çox sevirəm. O Allah ona rəhmət eləsin. O mənim sevimli sənətkarım idi. Hə, o qədər gözəl oxudunuz. Bizim musiqiçilər də öz aralarında qane elədi Rövşən müəllim. Hə, lap yaxşı. Hə, bir söhbətimizə davam eləyək. Eyvaz müəllimlə tanışdığınızı istəyirəm danışaq. Çünki sizin Lalə Qızlar ansamblında musiqi karyeranız, xarici səfərləriniz, orada inkişafınız, bunlar öz yerində. Amma düşünürəm ki, ruhu şad olsun. Eyvaz müəllimlə tanışdığınızdan sonraki musiqi karyeranızda bir fərqli dönüş oldu. Sizin birlikdə plastinkalarınız vardı, albomlarınız vardı, konsertləriniz. Azərbaycan musiqisinə neçə gözəl mahnılar verdiniz, duet olaraq. Bəli. Özdə duetləriniz də çox populyar idi, çox sevilirdi. Mənim xatirimdə də o vaxt böyüklərimiz danışırdı, valideynlərim danışırdı. O da bədahətən oldu. Biz fikirləşmirdik duet haqqında. Amma bəstəkarlar bizə özləri təqdim elədilər mahnıların ki, İkinizin də səsini görürdülər mahnılarında. Bəli, o da ayrı oxuyurdu, mən də ayrı oxuyurdum. O başqa ansamblda idi, mən başqa ansamblda. Sonra birləşdik, bir yerdə oxumağa başladıq. Filarmoniyanın solistləri olduq ikimiz də. Onsuz da mən filarmoniyanın solisti idim. Lalə Qızlar ansamblda filarmoniyanın filarmoniyanın nəzdində idi. Eyni zamanda televiziyanın nəzdində idik biz. Çünki necə deyirlər, Lalə Qızlar ansamblda televiziyanın nəzdində idi. Biz də oradaydık. Ayda bir dəfə bizim konsertlərimiz orada televiziyada, Lalə ansamblı. Lalədən çıxandan sonra mən artıq olduğum yalnız filarmoniyanın solisti. Yoldaşımla bir yerdə. Bəli. Yəni bir yerdə
bəstəkarlar Nəriman Məmmədov ilk dueti bizə verdi. Siz onu sevdiyiniz dueti. Ha. Hər yan çəmən çəmənzar. İlk Üzmə dəfə, amandır. Ha. Üzmə amandır. Ha. Güllər bizdən inciyə. Bəli. Segah üstə belə gözəl Bəli, mahnıdır. Segah ustadır. Aha. Nəsə o mahnını oxuduq, o mahnını oxuyanın sabahsı gün artıq populyar oldu. Sonra başqa bəstəkarlar bizə bir çox mahnılar necə deyirlər? Təqdim elədilər. Biz də oxuduq. Siz inanın ki, bir vaxtımız, zamanımız yox idi. İnanın çörək yeməyə vaxtımız yox idi. Axşamlar konsertlər idi. Özdə Bakıda bir filarmoniyada yox. Heydər Əliyev adına gözəl sarayımızda bizim solo konsertlərimiz olurdu. Demək olar 3 aydan bir Heydər Əliyev sarayında hər ay filarmoniyanın solisti olaraq filarmoniyada mənim tək konsertim var idi. Eyvazın tək konserti vardı. Sonra 3-cü dəfə bir yerdə konsertimiz vardı. Ondan sonra başqa müəssisələrdə də var idi. Deməli, o vaxtı belə bir tendensiya var idi ki, bütün xəstəxanalara da gedirdik. Xəstələrə də konsert təqdim eləyirdik. Ondan sonra sanatoriyalara da, Bakının ərazində, Bakının kəndlərində də hər gün 3, 4, hətta 5 konsertimiz olurdu. Ondan sonra axşam da hərdən olurdu toy şənlikləri. Tərnə xanım, üzr istəyirəm, indi gənclərə biraz qəribə gələ bilər. Hər gün 5 konsert oldu ki, hər gün 5 seans. 12, 3, 6, 9, bax belə saatlarda seanslarla canlı, özdə canlı. Bir dənə fonoqram biz bilməmişik nə olan şeydir. Kəndlərə gedirdik, məsəl üçün əyalətlərə. Demək olar ki, Azərbaycanda elə bir yüksəklikdə olan kənd yoxdur ki, 200-300 metr dəniz səviyyəsində yüksək bir aul, bir kənd yoxdur ki, orada bizim ləpirimiz qalmasın. İnanın ki, o kəndlərə hətta nə maşın gedirdi, at arabası ilə gedirdik ora. İnanın, bir nəsə bir çətinliklə, acınacaqlı vəziyyətdə gedirdik. Amma xoş idi o çətinlik. Xoş idi. Evə axşam yorğun-arğın gəlmək, bu konsertlərdən yorulurdu siz. Bu çıxışlardan yorulurdu. Bəzən insan yorulmurduq. Bilirsiniz, çünki biz bilirdik ki, çünki çətinliklə dediniz, ona görə mən dedim. Yolumuz çətin idi, yollar çətin idi. Amma biz o sevgini görürdük ki, o enerji ki, biz o tamaşaçıdan alırdıq. Axı, müğənni enerjini paylayır. Bəli. Eyni zamanda enerjini götürür. Alır, bəli, tamaşaçıdan. Ona görə konsertdən gələn, toydan gələn yorulur. Konsertdən gələn yorulmur. Çünki o qədər enerji verirlər sənə. O enerjini sən qəbul edirsən, əksinə ruh yüksəkliyindən evə gedirsən. Bizim musiqi o qədər gözəldir. Mən ona görə bunu yəqin bilirəm. Çünki mən xarici səfərlərdə çox olmuşam. Xarici səfərlərdə inanın ki, bax, dili bilmirlər də, nə bilirlər, Azərbaycan, türk dilini də bilmirlər. O vaxtı, o zaman 70-ci, 80-ci, 90-cı illərdə demək olar ki, Avropada bizim heç diasporamız da yox idi, demək olar. Ona görə dildən bunlar xəbərləri yox idi. Bəli. Amma bu ecazkar musiqi bunları o qədər aludə edirlər ki, bunlar fikirləşirdilər ki, bu hardan gəlir? Bu necə gözəl musiqidir. Biz bu musiqini hələ də qəbul etmişik, amma hələ də qavraya bilmirik ki, bu hardan gəlib, necə gəlib. Deyirdilər ki, nebesnə musiqi, səmavi musiqidir bu. Çox doğru. Səmavi musiqidir. Çünki, necə deyərlər, kosmonavtlar kosmosda azan səsi eşitməyiblər, eşidiblər azan səsi. Azan səsi nədir? Azan, deməli, Bayatı Qacara bürünmüş bir kəlamdır da. Bir Allahın kəlamıdır. Tərnə xanım, elə söz mahnıdan düşmüşkən musiqidən, mən istəyirəm bizim söhbətimizi həm mahnı əvəz eləsin, mahnıları da bizim söhbətimiz, sizin şirin söhbətiniz əvəz eləsin.
teline kurban, bal tek şirin şeker diline kurban, senin doğulduğun eline kurban, sen ah bizimsen ay sargelin, İnancdır saçarsan ucuna değme, başını uca tut, düşmene eğme. Sen bir Türk kızısan, yat donu giyme. Sen ah bizimsen, ay sargelin, sen ah benimsen, ay sargelin. Avazını, ahengini pozdular, sözlerini başka semte yozdular. Azmış kimi adlarına yazdılar. Sen ah bizimsen, ay sargelin. Qarabağın maralına bacısan, muğamdan süzülen mahnı payısan. Milletimin yüreği sen, canısan. Sen ah benimsin, ay sargelin. Sen ah bizimsin, ay sargelin. Gelinler içinde ezel sen başsan, tarih sen, sedasan, iz sen, yaddaşsan, halkın mücrüsünde kıymetli qarsan. Sen ah benimsen, ay sargelin. Əsrlər ötsə də bizimsən bizim, düşmən sanmasın ki qatlandı dizim. Torpaqda, mahnıda hamısı bizim. Sen ah bizimsən, ay sargelin. Sen ah mənimsən, ay sargelin. Avazını, ahengini pozdular, sözlerini başka semte yazdılar. Azmış kimi adlarına yazdılar. Sen ah bizimsin, ay sargelin. Azerbaycan maralına bacısan, muğamdan süzülen mahnı payısan. Milletimin yüreği sen, canısan. Sen ah bizimsin, ay sargelin. Sen ah bizimsin, ay sargelin. Sen ah bizimsin, ay sargelin. Ne yaxşı bizimsin, ay sargelin. Çox sağ olun, çox sağ olun Tərənə xanım. Təşəkkür edirəm. Ortada sarı gəlindən də istifadə olundu. Elə istinad elədiniz bu melodiyaya. Kimin mahnısıdır bu? Bu mahnı bizim gözəl bəstəkarımız Novruz Aslanındır. Aha. Sözləri isə bizim gözəl şairimiz, tanınmış şairimiz Gülnar Hüseynindir.
Gülnar Hüseyni, Bəli. Novruz Aslanı. Salamlayırıq müəlliflərimizi burada. Salamlayırıq. Çox maraqlı işdir, gözəl Çox doxunursunuz. maraqlıdır. Təbii Demək ki. olar ki, bu bir proyekt idi. Belə bir bu əsərdir. Buna mən mahnı demərəm. Bu əsərdir. Bilirsiniz, bu mahnının yaranması da çox maraqlıdır. Mən qastrol səfərlərində olanda ürək ağrısı ilə görürdüm ki, başqa bir millətə mənsub olan bir şəxslər, yəni ki, müğənnilər, musiqiçilər bu mahnını öz adlarına çıxırdılar, çalırdılar. İnanın ki, mənim ürəyim şan-şan olurdu. Təsadüf gətirdi ki, bu gözəl şeirə mən alıda oldum və necə deyirlər, bizim gözəl bəstəkarımız Novruz Aslan da xoşu gəldi, çox xoşu gəldi bu sözlərdən və bu gözəl mahnını yaratdı və mənə başladı. Çox gözəl. Tərna xanım, elə özünüz yaxşı toxundunuz bu mövzuya. İndi hamımızın biraz sarı simidir də bu Yaralı yerimizdir, bəli. repertuar seçimi. Yəni biz musiqiçilərə istəyirəm yönəldim fikri. Repertuar seçimi, ifaçılıqda, tutaq ki, lap instrumental ifalar olsun, istər vokal ifalar olsun, seçirsən. Ən yaxşı mahnı olsun, özünə uyğun olsun, öz imkanlarını tamaşaçının Qəlbinə daxil zövqünü oxşasın. Zövqünü Siz oxşasın. repertuar seçəndə hansı məqamlara üstünlük verirsiniz? O dövrləri qoyaq bir kənara. İndiki dövrdə, yəni mən ki, bilirsiniz necə, mən heç vaxt özüm üçün oxumamışam. Mən özümü görməmişəm bu mahnı, heç bir mahnıda. Hərdən bilirsiniz, mahnını oxuyanda deyirlər, necə elə bir ki, öz həyatını oxuyur. Heç vaxt mən öz həyatımı oxumamışam. Mən yalnız obraza girmişəm. Bu mahnının obrazına girmişəm. Çünki müğənni kimdir? Müğənni həm ifaçıdır, həm rəqqasədir, həm də aktrisadır da, aktyordur. Bunun üçü bir yerdə estrada müğənnisi. Bunun hamısını gərək əhatə eləyəsən ki, mahnı ortalığa çıxsın. bəli. Bəli. Bunu eləyəndə də bilirsiniz, elə üsulluca eləyəsən ki, tamaşaçı elə bilsin ki, sən özün üçün oxuyursan. Amma heç bir mahnıya mən özüm üçün oxumamışam. Düzdür, öz qəlbimi vermişəm, öz hisslərimi, öz nə bilim, beynimin məhsuludur bunlar hamısı. Əvvəl beyindir, ondan sonra ruhdur, ürəkdir, necə də, sonra isə səsdir. Bax, bunların hamısını, məsəl üçün, mən o mahnılara qoymuşam, o mahnıları. İndi nə qədər sevilib tamaşaçılar bilir. Repertuarınızda bir çox türk mahnıları da var. Mən Türk qulaq asmışam, mahnıları da dinləmişəm. var. Şiləgir, o zamanın Kəlküt şiləgir. mahnıları, daha doğrusu Aha. Kəlküt mahnısı var. Bəli. Üç meyvə, bax, meyvələrdən üç meyvə var, üçü də belə. Onu birinci mən oxumuşam. Onu demək olar ki, Türkiyədən Lalə Qızlar Ansamblına bizim bir solistimiz vardı, Sevil Muradova. O gətirdi o gətirdi bizə bu o mahnıları, mahnını. Kəlküt mahnıları. Kəlküt mahnıları. O özü deməli Axalçıq türkü idi. Axalçıqda yaşayırdı. Sonra Bakıya köç eləmişdilər. Bakıya gəldi. Bu Allah ona rəhmət eləsin. Bu mahnını gətirdi, mənə də verdi. Mən bunu oxudum. Məndən sonra bu mahnı Azərbaycan adını aldı. Azərbaycanlılar kimi onu biraz başqalaşdırıb oxudular. Amma orijinalını mən oxumuşam. Orijinalı bu cür. Kərkük nəğməsidir. Kərkük Mən deyirəm, nəğməsi, siz biraz dincəlin. Elə söhbət türk musiqisindən düşmüşkən, mən istəyirəm o illərin ab-havasından bir mahnı sizin üçün ifa edeyim tamaşaçılarımız üçün. Nə gözəl, çoxdan da səsini eşitdim. Çox sağ olun. Unuttun beni zalim. Ay, nə gözəl. Bir sevda geldi başıma, felek su
vermeden geçersin. Bilsen beni ne çok üzersin. Seviyorum, seviyorum, seviyorum seni zalim. Bir gün ümit veriyorsun, sonra gülüp kaçıyorsun. Sen beni öldürüyorsun. Unuttun beni zalim, unuttun beni zalim, unuttun beni zalim, unuttun beni zalim. Gülüşün ince bırak şensin, bir selam vermeden geçersin. Bilsen beni ne çok üzersin. Seviyorum, seviyorum, seviyorum seni zalim. Ay gülüşün ince kıvrak şensin, bir selam vermeden geçersin. Bilsen beni ne çok üzersin. Seviyorum, seviyorum, seviyorum seni zalim. Seviyorum seni zalim. Seviyorum seni zalim. Teşekkür ederim. Çok sağ olun. Tanı xan beğendiniz. Çox İlk bəyəndim. dəfə də ifa Çox edirik sağ ol. musiqiçilərimizlə bir yerdə. Çox maraqlı mahnıdır. Belə baxırsan, Çox gözəl zilləri, mahnı. bəmləri biz- Retro mahnıdamın birində gözəlliklər elə burdadır da. Çox doğru. Allah Rəşid müəllimə qəni-qəni rəhmət Amin, eləsin. amin. Neçə-neçə gözəl əsərləri bizə sevdirib. Əslində bilirsiniz, hərdən otururam, fikirləşirəm bu ifalar haqqında, bəstəkarlarımızın yaradıcılığı, rəssamların bu əsərləri. Əslində insan baxır, 5 dəqiqəlik, 3 dəqiqəlik mahnı da olsa insana xoş təsir bağışlayır, amma bunun arxasında çox böyük bir məfhum dayanır. İnsanı həyata bağlayır, insanı sevməyə sövq edir. İnsana yaşamağa həvəs verir. Nə danışırsınız? Musiqi qəm dağıdır, zövq Zövq verir verir insana. O birisi qəzəlində də Vahid deyir ki, musiqi aləminin türfə əlamətləri var. Qulaq as musiqiyə, gör nə şikayətləri var. Bəzən də o şikayətləri də elə musiqi ilə eşitmək, Bəli, dinləmək. Məncə onda daha tez hədəfinə çatır. Yox, elə Süleyman Rüstəm də gözəl deyib. Səndən yar, sənə yar şikayətim var. Şikayətim var. İnsan ürəyində bəzən bir insanı tərif edə bilməsə də, bir insanın nöqsanlarını deyə bilməsə də, şəxsən mahnı ilə, musiqi ilə, bu qanun aləti ilə, hər bir musiqiçi öz aləti ilə ona sözləri deməkdə məncə çox rahat şəkildə bildirə bilir. Düzdür. Gözəlliyin bir hissəsidir də musiqi. Deyirlər gözəllik dünyanı xilas edəcək. Bir hissəsi də musiqidir. Mərhəmət də var, sevgi var orada. Orada çox bir Bəzən nifrət amillər də var. var, bəzən kədər də var. Kədər də var, bəli. Amma musiqi də var. Musiqinin öz rövnəq yeri var gözəllikdə. Ona görə deyirlər gözəllik dünyanı xilas edəcək. Musiqi o qədər böyük bir, necə deyim, Məfhumdur. varlıqdır ki, onun taxtı tacı göylərə söykənir, kosmosa söykənir. Təna xanım, biz Bəli. sizə təşəkkür edirik. Çox sağ olun ki, bu danışır musiqidə məhz sizin mahnılarınız səsləndi, sizin mahnılarınız danışdı. Özünüz də fikirlərinizi eşitmək çox şad idi. Mən sizin müsahibələrinizi dinləmişdim. O dövrdə Azərbaycan musiqisindən, o dövrdə Azərbaycan musiqisindəki olan gedişatdan elə ağız dolusu danışırdınız ki, bəzən də biraz sizə həsəd aparırdıq ki, nə üçün o dövrlərdə yaşamamışıq məhz bu dövrə. Amma hər dövrün öz fərqliliyi Öz var, öz gözəlliyi gözəlliyi var, var. əlbəttə. İstənilən halda inkişaf gedir. Əlaxsız bizim musiqi kimi olan bir ölkədə istərsəməz bu inkişafın qarşısını almaq olmaz. Canım. Nə qədər alaqlar da olsa, əsas o Bəli, gözəl canım. güllər, çiçəklər yetişməkdədir. Azərbaycan şeir sənət diyarıdır.
Burada mümkün deyil musiqisiz yaşamaq. Vaxt gələcək, bir 7-8 il yenə senzura da düzələcək, yenə də gözəl sənətkarlar olacaq. İndi də var, Bəli. olub da olacaq da. Çox sağ olun. Mən Sizə. bütün heyətimiz adından Pərənə xanım sizə minnətdaram. Bütün kollektivimiz adından təşəkkür edirəm sizə. Allah sizi qorusun. Siz xoş idi sizinlə həm söhbət olmaq, həm sizin qarşınızda ifa eləmək və biz artıq proqramımızı nöqtələmək məcburiyyətindəyik əziz tamaşaçılar. Çünki bizə ayrılan vaxt vədə yetişir. Sonda yenə Pərənə xanımın nəğməsini eşidəcəyik. Yolun sonuna geldik. Bu sevgi burada biter. Yalvarma geriye dön. Üzrün günahtan beter. Gözlerimin önünde ne il ne de alçak ayrıldı yollarımız. Ben gittim salamakta. Gözlerimin önünde ne il ne de alçak ayrıldı yollarımız. Ben gittim salamatka. Bu bir imtihanıydı. Hayat bizi sınadı. Göylerden endik yere sındı aşkın kanadı. Bu aşkın zirvesine bacaksan yine uçar. Sen uğurlar olsan ben gittim salamatka. Bu aşkın zirvesine bacaksan yine uçar. Sen uğurlar olsan ben gittim salamatka. İndi bize gəm dolu xatirələr qalacaq. Bu talih acısında gözlerimiz dolacak. Bu sevdan uduzdan başka sevdanı kazan. Unut olup keçəni ben gittim salamatka. Bu sevdan uduzdan başka sevdanı kazan. Unut olup keçəni ben gittim salamatka. Bu bir imtihanıydı. Hayat bizi sınadı. Göylerden indik yere sındı aşkın kanadı. Bu aşkın zirvesine bacaksan yine uçar. Sen uğurlar olsan ben gittim salamatka. Bu aşkın zirvesine bacarsan yine uçar.
olacağım. Sana uğurlar olsun. Ben gittim salamata. Bu bir imtihan idi. Hayat bizi sınadı. Göylerden indik yere. Sındı yaşın kanadı. Bu eşkin zirvesine bacarsan yana uçar. Sana uğurlar olsun. Ben gittim salamata. Bu eşkin zirvesine bacarsan